Salamlar. Yenə çox gözəl bir sual. Hamiləlik zamanı fiziki aktivlik faydalıdır. Əlbəttə faydalıdır. Fiziki aktivlik hamiləlikə niyə faydalıdır? İndi hamı hər şey deyir, amma niyəsini bilsəz, məncə daha həvəsli olarsınız. Birincisi, qan damarlarda dövran eləyir. Hamilə qadın laxtalanmaya meyillidir. Bu onun qarşısını alacaq. Hətta o varikoz genişlənmələr var, venalar genişlənir. Onun da olmağının qarşısını ala bilir. Çox ciddi laxtalanma, tromboemboliya ağırlaşmalarının da qarşısını alır. Ona görə hərəkətli olmaq lazımdır. İkincisi, hərəkətdə olan insanın psixologiyası da rahat olur. Biz bilirik, hamilələr psixoloji stresə biraz davamsız olurlar. Ona görə də hərəkətdə olmaq sizi tonusda saxlayır, doğuşa hazır saxlayır, fiziki güclü edir. Ona görə də hərəkətdə olun, bağırsaqlarınız hərəkət etsin. Bilirik ki, hamilələr qəbizliyə meyilli olur. Bu sualı niyə görə verirsiniz? Çünki sizə qaynanalar, analar deyir ki, tərpənmə, uşaq düşər. Uşaq tərpənməkdən düşməz. Hətta vaxtından qabaq doğuş təhlükəsi, düşük təhlükəsi olanlara da biz uzan ayaqlarını göyə qaldır məsləhət vermirik. Onun heç bir faydası yox. Hərəkətdə olun, aktiv olun. Həkim desə ki, yox tərpənmə, o ayrı. Amma biz demədiyimiz müddətcə hərəkətdə olmaq hamilələrə faydalıdır.